İlk dəfə qardaşım Faiqin Allah köməyi olsun. O bizi bura gətirdi. Burada evimizin yolu bilinmir daha belədir. Gətirdi X5 ilə, BMW ilə. Bura başqa maşın çıxa bilməzdi. 16 hündürüdür. Bu yolla düşdük. Bu Həsən əmginin evinin yanından keçdik. Xələddingin evinin yanından gəldik belə evimizə tərəf. Artıq o vaxtdan sonra evimizə belə gələ bilirik. Ata yurduma. İndi də artıq biz gəlmişik. Ata evimdə inşallah gəlib yaşayarıq. Başlı belim, baş tacım, kalbimin tek elacı, igitlikte er kişi, burada arlı bacım, damarda axan qansan, cənnətə tay məkansan, Dəli dağın qoynunda kükrəyən bir aslansan. Yox dünyada tay sənə, könlüm uçur, hey sənə, ilahi eşq duyandan vurulmuşam mən sənə. Çəkərəm nazın sənin, azandı avazın sənin, qızıl hərflə düşüb tarixə yazın sənin. Dolanaram başına, qurbanam hər daşına, çayların nəğmə söylər sənin tək sirdaşına. Dar gün həyanım sənsən, elim, gümanım sənsən, sənə ana desəm mən, mənə balam deyərsən. Deyərsən mənə balam başlı bel. Atam biz gəldik, nənəm biz gəldik, ruhunuz şad olsun. Biz yenə gəldik. Sizi görməsək də, siz olmasanız da biz gəldik. Geldik biz. Ya haray vermişsiniz, biz geldik. Ya çıkmırsınız, ya karşılamışsınız bizi, biz geldik. Biz geldik ama siz yoksunuz. Lənət olsun verməliyəm, lənət. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində biz yenə gəldik. Lənət olsun verməliyəm. Siz tihti zulma zillətinə
Kəndlər dağıtdılar. 40 yaşım var artıq. Ömrümün 30 ilini onlar aldı əlimizdən. Nəyimiz vardı bizim şəhərin istisində, daşların arasında, divarların arasında. Aşırdık da burada. Ya çıxıb demirsiz düz deyilsən. Gelmiş ya bu. Daha getmirik, gelmişik. O kadar oynamışam buralarda. Ne kadar oynamışam buralarda. O kadar oynamışam buralarda. Bax bu evdə çox balacaydım. Bu köhnə evimizdə. İndi saçım da ağarıb, saqqalım da. Ta ağarıb saçım, saqqalım. Qocalmışıq da. Ama yenə biz gəldik. Və bu torpaqlar bizimdir. Burada böyümüşəm, burada bu başa çatmışam. Və burada da öləcəm inşallah. Bax, buralarda o qədər oynamışıq, o qədər oynamışıq buralarda. Xaləddin, çıx da çölə, çıx oynayaq. Nazim orada, Xaləddin burada, Laçıngil orada. Ne güzel günlərimiz keçir. Olmuşuq uşaq indi. 40 yaşında uşağıq, saqqallı, saçlı. Uşaq bulmaq istəyirəm. Yaşlı uşaq olaydıq, qayğısız uşaq. Biz nə uşaqlığımız uşaq olmadı, nə gəncliyimiz gənclik olmadı, nə tələbəçiliyimiz, nə məktəbimiz, nə yaşayışımız, heç nəyimiz. Müharibə görmüş bir nəslin uşaqları. İndi Z kuşağı, Y kuşağı, qurşağı, nə bilim, nə nəsil yetişir. Bəxtəvərsiniz də, yetişin. Heç nə görmədiniz siz. Bir dənə müharibə gördünüz, onu da ki dərk eləmirsiniz yəqin. Hələ ki yaşınız çatmır. Amma biz, bax gördüyünüz baba bu daşda, qayada 100 xatirə görürük. Mən bu birinci bizim daxmamızdır, bu tikili, burada böyümüşəm. Ondan sonra bax bir dəfə bir xatirə danışacağım sizə. Bax buralarda oynamışam mən. Daha buralarda, düz buralarda oynayırdıq. Orada vardı çala. Orada ilan falan olurdu, gəlirdi bura. Buralarda. Nə bilim, belə maraqlı günləridir. Nədir bitib burada. Burada da kartof kuyumuz. Sağ olsun kimsə üstünü örtüşü, yan gəlib bunun üstə çıxıb düşməyin içinə. Kartofu belə bastırırdılar. Həmişəki xatirəmdən birini də danışım. Sinif yoldaşlarım, Allah səhərəmət əsnə təvəkkül əməyim. Qızı bizlə oxuyurdu, Eldar əminin qızı Şərəfət, o bizlə oxuyurdu. Oxuyurduq. Bax burada bir dəfə artıq buranı dam eləmişdik, ora köçəndən. Gəlmişdim bura və burada uşaqdım, mənə maraqlı gəlirdi. Balaca bir inəyin balasına nə deyirlər,
Kəlçə, nə, dana. Dana da yox. Buzov deyirlər. Buzov girmişdi bura. Hə, o buzov oynaya girdi ora. Sonra içəridə dəli buzovudur. Buradan bir dənə hoppandı bu pəncərənin ortasından nətər keçdisə, baxır o pəncərə elə qalıb elə bil. Düzdür, o səbəbi düzəltmişdi, 3 həsə vurmuşduq, lənət olmuşlar yəqin qırıb. Beləcə töküldü buralarla bir. Düşdü burada həyətə qaçdı, çıxdı. Bu səbəb buzov neynirlər ki, bura qaçsan elə. Gəldi, çıxdı bura. Buralarda ara qaçdı, bura qaçdı. Yəni uşaqdı, mənə gülməli gəlirdi, atama əsəbli gəlirdi ki, yəni buzov buraları xışdadı. Hə. İndi burada bizim həyətdə yasəmən bitir. Yasəmən yox. Bə. Yine bax. Səni qırmaq əlim gəlmir. Ay, uşaqlığıma getdim. Bə. Tam bunun yerində buralarda bizim güllər olurdu. Kartof gülü deyirdik. Yəni makro yasəmən çəkəcəm sizə. Hə, belə bir mənalı günlərimiz keçirdi və orada da dəli dağ. Bugün dəli olmayıb, ağıllı olub biz gəlmişik. Və bu həyətimizdə çox oynamışam. Aha, yenə nəsə əxladım. İlandır, sıçandır, nədir, yazıqları da imkan verməmiş yaşasınlar. Yəqin ki, ayağımızın altında qalır. Mənim bütün xatirələrimin olduğu yer. Burada oturub uşaq vaxtı ağladığım günlər. Xələddinin gəlib bunun üstünə çıxıb, indi bu belə dekəylə uçubdur. Bunun üstünə başıma buz atdığı günlər, zarafat elədiyi, qaratdığı günlər yadıma gəlir. Hündüşqa cüzələrini buradan gələn suyumuzla çimizdirib, sırayla belə bir 10 dənəsini bura düzdüyüm günlər. Yazıq anam gəldi, dedi ki, dağar mısan? Burada çimizdirib, vedriyə salıb, boğub, öldürüb, elə bilmişəm, çimizdirmişəm. Belə düzmüşəm, dedim, qurumağa qoymuşam. İndi evdə uşaq belləsə, Öməri övladlıqdan çıxardaram. Xərtədən zatdan o tərəfə çıxar. Qardaş, bu vaxtı bizi döymürdülər da. Maraqlıdır. Turşu qoymuşduq. Belə kilim gəvət oxuyurdular da. Gəldik, onun arxasına girmişəm. Balaca uşaqdım, nə bilim, yadıma zorla gəlir. Çox az. Hiç gəlmir demək olar ki. Deyiflər təxminən, bəlkə də yadımda qalır. Və orada o xalçanın arxasında turşunun içərisində ağzını atmışam. Qapağını zadın qəşə səlqə ilə sabun götürüb atmışam içinə. Bir ay, 2 ay qışda deyiblər ki, turşunu gətirin, yeyək. Allah səhər rəhmət eləsin, Rıza babam, Bahar nənəm. Onların turşusu. Açıblar ki, nə? Turşu feyri olubdu, feyri. Turşu ilə qap yumaq olar. Ara yerlər. Yazıq kasıb. Olan bir turşusu vardı, onda Namik, yaramaz Namik dağıdıb. İndi burada maraqlı bir video çəkəcəm. Onu saxlayım. İlk dəfə Starlink'i gətirmişik bura. Sağ olsun Əli. Gələndə verib onu mənə. Məhərrəm oğlu Əli. Məhərrəm Qunça oğlu Əli. Mənim də xalam oğlu. Hüseynli. İlk Azərbaycanda ilk dəfə biz o Starlink'i aldıq. Əlinin sağ olsun qoçaqlığı sayəsində. 2 ayda almışıq hələ, indi artıq may ayda. Kəndə gətirib bura test eləməmişik. Rayonda zadda işləyirdi qəşək. Gəncədə, Bərdədə, Bakıda işlətmişik. Bugün də gəlmişik, burada işlədək. İndi onu çəkim, yoxlayaq, test eləyək. Bir dənə də ilk dəfə Kəlbəcər rayon Başlıbey kəndində
Bax, bu Ələsgər həkimin həyətində Wi-Fi-mızı kodlayaq, bir internetə qoşulaq inşallah. Ya Allah, bismillah.